Sabahınız xeyir olsun. Səhər oyanıb Azərbaycan televiziyasını izləyən hər kəsi salamlayırıq. 14 aprel tarixidir və bugün də 3 saatlıq efirlə qarşınızda olacaq. Həftəmiz yeni başlayıb hər kəsə yeni həftədə uğurlar arzulayırıq və biz də efirimizə başlayırıq. Mən Təranə və əziz həmkarım Şaiqin təqdimatında günün əsas mövzularını izləyəcəksiniz. Bəli dostlar, sabahınız xeyir olsun, gününüz aydın olsun, işləriniz də avan da olsun. 14 aprel tarixi birazdan təqvimə nəzər salacağıq. Təqvimə keçməzdən öncə bir neçə anons edəcəyik. Bugün çox önəmli mövzular gündəmə gələcək və sujet formasında sizə təqdim olunacaq. Məsələn, bank kartlarınızın məxfiliyini nə dərəcədə qoruya bilirsiniz? Qoruya bilirsinizmi? Bununla bağlı bir sıxıntı, bir problem yaşamısınızmı? Yaşamamaq üçün nə etmək lazımdır? Hər halda bu istiqamətdə də maraqlı detallar açıqlanacaq. Eyni zamanda uşaqlar idmana neçə yaşından başlamalıdır? Bu mövzuya da xüsusilə yer vermişik. Xüsusilə valideynləri maraqlandırır. Çox vacib mövzulardan biridir. Bu və buna oxşar mövzular kifayət qədər çoxdur. Ənənəvi rubrikalar öz yerində. Gözünüz və qulağınız bizdə olsun. Bu 3 saat ərzində məlumatsız qalmayacaqsınız. Sizi xəbərlə əməlli başlı təmin etməyə çalışacağıq.